Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Hamınızı xoş gördük. Bəli, bu özəl gündə, bu gözəl gündə sizin hamınızı xoş gördük. Xüsusən də bütün Azərbaycan xanımların, başda şəhidlər anası, qazilərin anası olmaqla bütün anaları, bacıları, xanımları, hətta kiçik qız uşaqların belə təbrik edirəm ki, çünki o balaca qızlar da böyüyəndə bir ana olacaq. Və ağıllı, ziyalı evlatları dünyaya gətirən analardır. Və oğullar da məhz anadan tərbiyə alır. Ona görə də mən buradan bütün anaların əllərindən öpürəm, bacıların əllərindən öpürəm və bütün anaların qarşısında baş əyirəm. Deyirəm ki, əziz analar, əziz xanımlar, bayramınız mübarək olsun. Sizə Allahdan gözəl, qızıldan taxt arzulamıram, qızıldan bəxt arzulayıram. Və bütün analar öz evlatları ilə sevinsinlər, bütün xanımlar öz ailələri ilə sevinsinlər və dünya analar birliyi var olsun. Nə yaxşı ki, analarımız var, xanımlarımız var, bizi dünyaya gətirən analarımız. Əllərinizə də öpürəm və sizə deyirəm, bayramınız mübarək olsun. Elə bu bayram münasibəti ilə də verilişimizə sizin ürəyinizcə olan gözəl sənətkarları dəvət eləmişəm. Və birinci istəyirəm ki, Respublikamızın xalq artisti, şöhrət və şərəf ordenli, professor, Milli Konservatoriyanın Muğam Kafedrasının müdürü, bizim əzizimiz, dəyərlimiz Mənsum İbrahimovdur. Buyurun. Xoş görmüşsünüz, xoş gəlmişsiniz və gözəl insan, dəyərli insan, Respublikamızın xalq artisti, Elçin Həşimov tar ifaçısı, tar sənətkarı, Kamançada Respublikamızın əməkdar artisti Elnur Rəhimov, Əhmədov. Dedim də çaşacam da, axırı ki çaşacam. Hamınız xoş gəlmişsiniz. Təşəkkür edirik. Xahiş edirəm ki, necə deyim, bu günləri özəl gündə etirafı belə altın üstünə çevirin. Xoş gəlmişsiniz sənətkarlar. Buyurun. Çox sağ olun. Mən bu canlı efirdən bütün tamaşaçıları salamlayıram. Bu gözəl bayram münasibəti ilə bütün xanımlarımızı, analarımızı, bacılarımızı, xanımlarımızı, qızlarımızı, nəvələrimizi ürəkdən təbrik edirəm. Onlara gözəl illər, gözəl bayramlar arzulayıram, canları sağlam olsun, onlara bir həyat dolu hüzur arzulayıram. Amin. Çünki qadınlar, xanımlar bizim başımızın tacıdır. Amin. Və sizə təşəkkür edirəm ki, bax bu gözəl gündə, bu bayram günündə bizi bax bu canlı efirdə tamaşaçılarla görüşdürürsünüz. Biz sizə təşəkkür edirik ki, dəvətimizi qəbul elədiniz, bu günləri müxtəlif tədbirlərinizi təxirə saldınız və bizim dəvətimizi qəbul elədiniz, gəldiniz. Bu günləri sizin də təbii ki, sözünüz var. Belə, buyurun. Əvvəla mən təşəkkür edirəm, Mənsum mənim söylədi, çox gözəl ki, bu gözəl bir gündə bizi dəvət eləmişsiniz gözəl verilişinizə. Siz bizim xalqımızın çox sevimli bir aparıcısınız və çox insanların ürəyinə bir yol açmış bir insansınız. Və mən onu da qeyd edim ki, doğrudan da biz Mənsum müəllimlə əlbəttə sizin evinizdə olanda çəkilişdə mən bunu xüsusilə qeyd edilmək istəyirəm. Sizin ananıza qarşı olan mən sevginizi və böyüklüyünüzü gördüm. Biz hər birimiz... Salamlayırıq, təbrik edirik. Anam bilir ki, siz buradasınız, oturub bu dəqiqə televizorun qarşısında. Allah ömür versin. Çox sağ olun. Çox sağ olun. Ona çox sağ ol deyirik ki, sizin kimi bir evlad dünyaya gətirib və bu günlərim doğrudan da siz çox özünüzə gözəl ailə başçısınız. Təşəkkür edirəm. Çox savadlı övladlarınız var və bugün anaya, xanıma, qadına verilən qiymət, mən düşünürəm ki, nə qədər xoş sözlər desək azdır. Bəli. Çünki ana kimdir, qadın kimdir, xanım kimdir, bizi həyata gətirən müqəddəs insan, hansı ki, onun biz borcunu heç vaxt qaytara bilmirik. Və biz Azərbaycanlılar çox gözəl deyimlərimiz var, həm də qadın həyat yoldaşımızdır. Bəli. Bəlkə də elə bir xalq yoxdur ki,
öz ailəsinə həyat yoldaşı adı qoyublar. Yəni biz həyatımızı onlarla yoldaşlıq edib bir yerdə addımlayırıq. Allah verən ömrü onlarla birgə yaşayırıq. Bəli. Və onlar bizə həyatda yoldaşlıq edirlər. Bəli. Demək, onlar bizim ailəmizə, övladlarımıza cavabdeh olan insanlardır. Bizə cavabdeh olan insanlardır. Görün, nə qədər böyük missiyası var qadınların. Çox. Həm də bacıdır, Bəli. həm də qızdır, qızındır. Bəli. Yəni biz çox xoşbəxtdik ki, bizim burada hər birimizin qız evladımız da var. Allah bütün balaları xoşbəxt eləsin. Amin. Amma qızı olmayan atalara da qız versin. Amin. Çünki doğrudan da atanın Tamamlayır. atanı qız tamamlayır. Bəli, bəli. Vallahi. Yəni mən əlbəttə Allah hər ikisindən pay versin. Amin. Hər bir kəsə arzusunda olanlar siz verişin əvvəlində dediniz, arzusunu axtaranlar da Bəli, tapsın, bəli, qovuşsunlar. bəli. Və çox danışmaq istəmirəm çünki bu gün musiqili gündür. Yəqin ki Elnur müəllim də öz ürək sözlərini deyəcək. Mən deyirəm ki, dünyanın ən gözəli Azərbaycan qadınları, Azərbaycan xanımları. Bayramlarınız mübarək olsun. Qarşıdan bu gözəl Ramazan ayıdır, Bəli, müqəddəs ayıdır. bəli. Bəli, oruç tutanlarımıza can sağlığı arzu edirəm ki, oruçlarını sağlam tuta bilsinlər, niyyətlərinə çatsınlar. Əlbəttə ki, çox gözəl söylədiniz. Başda bizim şəhid analarımız Bəli. olmaqla onların əllərindən öpürük. Onlar elə müqəddəs insanlardır ki, həyata elə bir insanlar bəxş elədilər ki, onlar bizim torpaqlarımızı bizim özümüzə qaytardılar. Bəli, bəli. Və əlbəttə ki, bir daha bayramınız mübarək olsun. Bəli. Təşəkkür edirəm. Çox təşəkkür edirəm İlham bəy. Axşamınız təşəkkür xeyir edirəm. olsun. Mən sizə təşəkkür edirəm dəvətinizə görə. Yaradıcı heyətinizi salamlayıram MTV efirindən. Mən də öz növbəmdə əziz xanımlarımızı, analarımızı, dünyasını dəyişənlər Allah rəhmət eləsin. Amin. Bütövlükdə bütün xanımlarımızı, analarımızı, bacılarımızı ürəkdən təbrik edirəm. Onlara can sağlığı arzulayıram. Həqiqətən cənnət anaların ayağı altındadır. Bəli. Dostlarım gözəl təbriklər ünvanladılar xanımların ünvanına. Mən də öz növbəmdə xanımları ürəkdən təbrik edirəm. Can sağlığı arzulayıram. Qoy gözüm bir anlıq sataşdı İlham müəllim. Sizin kitaba Taleyə yolları qoy. Xanımlarımızın Taleyə yolları işıqlı olsun. Amin. Gözəl olsun. Çünki biz həmişə xanımlarımıza borçluyuq. Yəni o mənada ki, Elçin də bayaq gözəl qeyd elədi ki, biz nə qədər çalışsaq da heç vaxt ananın borcunu qaytarmaq qeyri-mümkündür. İlham müəllim, sizə də böyük təşəkkürümüzü bildiririk. Sizə hörmətimiz sonsuzdur. Təşəkkür Bir edirəm. insan olaraq doğrudan da sizin verilişdə hər zaman biz onu özümə qeyd eləməyə borc bildim ki, çağırdığınız qonağa o qədər diqqət göstərirsiniz, o qədər nəvaziş göstərirsiniz, o qədər istilik var sizdə ki, əlbəttə buna görə də sizə dərin təşəkkürümü bildirirəm ki, o da sizin daxili mədəniyyətinizdən irəli gəlir. Təşəkkür edirəm. Çox minnətdaram. Sizin kimi mədəniyyətli insanlarla insan mədəni olmalıdır. Amma bir dənə icazənizlə mən bunu deyim, sonra yadımdan çıxacaq. Və mən burada bütün, yəni bugün iş günü deyil idi. Amma buna baxmayaraq bizim operatorlarımız, səs rejissoru, ondan sonra texniki heyət, onların hər birinizin, anaların, bacıların, xanımlarınızı təbrik edirəm. Uzun ömür, can sağlığı arzu edirəm və bunların içində bir dənə xanım, bizim rejissorumuz Jalə xanım. Çünki bugün o xanım öz həyat yoldaşı ilə başqa bir məkanda qeyd elərdi. Cavan xanımdır, amma peşəkar mənim rejissorum, çox sevdiyim rejissorumuz Jalə xanım, sizi təbrik edirəm. Sizin ailənizə, özünüzə, həyat yoldaşınıza gözəl, xoşbəxt, bəxtəvər günlər arzulayıram ki, bayramınızı təbrik edirəm Jalə xanım sizin. Dəyərli insan. Sağ olun. Hamısı təbrik edir. Hə, bizim təbriklərimiz çoxdur, amma Məhsun müəllimin işi ağırdır, qardaş. Biri var, Məhsun müəllim həm babadır, həm atadır və ailə başçısıdır, oğuldur. Məhsun müəllim artıq xalqın oğludur, siz də, hamınız xalqın oğlusunuz. Amma Məhsun müəllimin hesab edin ki, nə qədər leyliləri olub. Leylilərin də təbrik eləməlidir burada Məhsun müəllim. Nə qədər ki leyliləriniz olub, onları da xahiş edirəm, təbrik edirəm. Təbii ki, mən artıq uzun müddətdir ki, opera səhnəsində məzununam və bugünə qədər davam edir bu. Və mənim bugünə qədər 10 tərəf müqabilim olub.
onların hər biri bizim gözəl, dəyərli sənətkarlarımızdır. Çünki hər kəsə də qismət olmur Leyli oxumaq. Bəli. Onlar hamısı bizim gözəl, sevilən sənətkarlarımızdır və mən də hər birinə mənim tərəf müqabilə olmaq mənim üçün çox belə bir qürur vericidir əlbəttə ki. Onların hər birini təbii ki, bir sənətkar kimi çox sevirəm. Təbii ki, onların hərəsinin həyatda öz məcnunları var. Bəli. Mənim səhnədə 10 Leylim var, amma həyatda 1 Leylim var. O da mənim təbii ki, həyat yoldaşımdır. Allah ayırmasın hər zamanda sizi. bu belədir. Belə də olacaq. Bəli, bu necə belə gəlib bu qismətimiz əlbəttə ki, sevə-sevə və mənim övladlarımın anası, nəvələrimin nənəsi, əlbəttə ki, mən efirdən bir daha da təbrik edirəm. Bütün xanımlar... Ay, nə gözəl, Məsum müəllimdən gözəl etiraf. Öz xanımın buradan təbrik edir. Bax, doğrudan da Azərbaycan kişisi belə olmalıdır. Mənim, əlbəttə ki, övladlarımın anası çox fədakar bir anadır. Eyni zamanda həm övladlarına, həm ailəsinə, həm nəvələrinə, həm şagirdlərinə əməkdar müəllimədir mənim yoldaşım. Gözəl bir müəllimədir və onun, məsələn, bu günlər o məzunları nə qədər insanlar var. Hətta mənə rast gəlirlər ki, bizim müəlliməmiz olub. Onların bugün artıq bir çox dövlət postlarında işləyirlər. Yəni, bilirsiniz, müəllim peşəsi müqəddəs peşədir İlham bəy. O son vaxtda görürsünüz ki, sanki bir kampaniya aparırlar müəllimlərə qarşı. Mən ondan qəti əleyhinəyəm. Çünki bizim, bax, bu günləri əlimizdən tutub yazı yazdıran, vətən sözü, ana sözü yazdıran məhz müəllim olub. Müəllim olmasa biz bugünə gəlib çıxmazdıq ki. Təhsilsiz insan hara gedə bilər, yarı yolda qalar. Ona görə də əziz xalqımız, müəllimləri həmişə uca tutun. Müəllimlər şərəfli peşədir, müəllim peşəsi. Müəllim həmişə ucadan ucadır. Müəllim bizim başımızın tacıdır. Ona görə də hər birimiz müəllimlərə, təbii ki, əsl müəllimlərə hörmət eləməliyik. Və bütün xanım müəllimləri mən buradan ürəkdən təbrik edirəm. O bizim konservatoramızın kollektivi də var orada, operanın kollektivi də var orada və orada bir çox təbii ki, insanlar var ki, mən hamısını ürəkdən təbrik edirəm. Təşəkkür edirəm. Allah Məsum müəllim sizi də, dəyərli sənətkarlarımız sizi də var eləsin. Nə yaxşı ki, bu günlərin hal-hazırda biz və bizim ümumiyyətlə gənc nəsil bax belə musiqiləri eşidir. Muğam yaşayır. Muğam yaşayır. Bizim muğamımızı siz Azərbaycanda və Azərbaycan sərhədlərindən kənarda, hüdudlarından kənarda bütün ölkələrdə bax bu muğamı yaşadırsınız. Və muğam dedikdə Azərbaycanın tarixi yada düşür. Və şükür ki, tariximizi itirmədik və muğama daha da yeniliklər gəldi. Muğam daha da canlanlaşdı. Doğrudur. İlham müəllim, biz deməli 30 ilə yaxındır. Mən dostlarımla bu qrupu yaratmışıq və o dövr idi ki, torpağımız işğaldaydı. Ona görə biz bunu belə düşündük, Qarabağ adın buna verdik ki, biz Qarabağın səsi olaraq bunu biz dünyaya çatdırmaq istəyik. Qarabağın harayın, Qarabağın, bax bu üsyanın. Şükür Allaha ki, demək olar ki, dünyanın bir çox ölkələrində biz Azərbaycanın layiqincə milli musiqisini təbliğ eləməyə çalışmışıq əlbəttə ki və hər zaman da Azərbaycanın səsinin, bu haqq səsini həmişə çalışmışıq ki, bütün xalqlara çatdıraq. Şükür bu günümüzə ki, o arzularımız Çin oldu. Ali Baş Komandanımızın rəhbəri ilə müzəffər ordumuz bir tarix yazdı. İgid şəhidlərimiz, qazilərimizin səyi nəticəsində bu günləri artıq torpaqlarımız azaddır. Biz 4 gün bundan öncə Şuşamızda, Gördüm. Şuşa qalasının qarşısında, bax o tonqalın qarşısında oxuyduq. Bilirsiniz, o an bəlkə də o hissi hər adam yaşaya bilməz. Biz o hissi 30 il gözləmişik o yaşamaq üçün. Nə bilim, o hissləri, o birinci dəfədə o qalanın qabağından biz keçəndə, o xarabı bir festivalına gedəndə, o bayrağımızı görəndə hamımızın içimizdən belə bir ağlamaq, sevinc ağlamağa keçdik ki. Və artıq tonqalımız Qarabağda, Şuşamızda, Xan kəndində alovlanır, bayrağımız orada dalğalanır. Və artıq bu Qarabağ muğam qrupu, biz o ifaları biz artıq bir qalib bir sənətkarlar kimi oxuyuruq, qalib bir millətin sənətkarları kimi oxuyuruq. Doğrudan da bəlkə Allah bizə, biz haqlıyıq axı, biz haqlı səsimizi dünyaya çatdırdıq və haqlı olaraq qalib gəldik. Öz torpağımızı qaytarıq. Bizim heç kimin torpağında gözüm, biz sülh istəyirik, biz istəmirik bir torpaqdan güllə səsi gəlsin. Biz sülh elçiləriyik, biz istəyirik dünyanın hər yerindən musiqi səsi gəlsin. Heç bir uşaqlar yetim qalmasın, uşaqlar ağlamasın, evlər viran olmasın. Siz
abad olsun dünyamız. Bəli. Gündə bir qırğın silah icad olunmasın. Bilirsiniz, bu yaxşı, o silahlar kim üçün icad? İnsanları qırmaq üçün. Bəli, qırmaq üçün. Yəni bu yaxşı yerə getmir. Bir gərginliyimiz bitsin, bilirsiniz, bu dünyadan. Amin. Böyle bayramlar olsun. Elə yeri gəlmişkən deyim ki, bu ay bayramlar ayıdır. Elçin də bayaq qeyd elədi ki, həmin müqəddəs Ramazan ayıdır. Bütün oruç tutanların hamısını mən təbrik edirəm. Allah oruçların, niyyətlərin, duaların qəbul eləsin. Allah xalqımızı hifz eləsin. Doğrudan bu bir sınaq ayıdır. Bəli. Bir imtihan ayıdır. Bütün müsəlmanlar üçün imtihan ayıdır ki, bu birlik zamanıdır. Bəli. O necə ki biz birləşdik, torpağımız azad elədik. Bəli. Güc birlikdədir, bəli. Tək əldən səs çıxmaz ki. Ona görə də qarşıdan Novruz bayramı gəlir hələ. Bəli. İki çərşənbəni artıq yola vermişik. Biz mən uşaqlığımdan həmişə o deməli tonqalı qalamışıq. Bu dəfə də bizdə həyət evidir. Hər çərşənbə axşamı biz tonqalı qaydırırıq, bütün hamını yığırıq ailəcə, nəvələrlə bir yerdə. Nə gözəl. Bəli, o tonqal. Çünki bu bizim ənənəmizdir, bu yazılmamış qanunumuzdur bizim. Bu olmalıdır. Bəli, güc birlikdədir dediniz. Təbii. Doğrudandır. Bax, üçünüz də maşallah neçə ildir bir yerdəsiniz. Belə sözümü ona gətirdim ki, bax 30 ilə yaxın biz bir yerdəyik və bu nə yazmışıqsa, bütün o mahnılar, o birliyimizin sayəsində o qədər bizim gözəl mahnılarımız var. Biz də çalışmışıq o arxivlərdən bir çox mahnıları götürək, onu işləyib, məzmununa xələl gətirmədən, yeni nəfəs verib xalqa çatdıraq. Çox gözəl edirsiniz. Və biz toy şənliklərində bu mahnıları oxuyuruq. Bilirəm. Və gənclərimiz də çox sevir. Sadəcə onu necə təqdim eləmək lazımdır, onu bilmək lazımdır. Məsələ budur yəni. Gedib o başqa xalqların mahnılarını, bayağı musiqiləri oxumaq ehtiyac yoxdur. Mən onun üçün də deyirəm ki, Məsud müəllim mənə nə yaxşı ki deyir, sözü həmişə deyir, sahibinin yanında deyir. Məsəl üçün bu günləri sizin kimi ziyalı və öz peşəsinin ustadı, yaxşı ki sizlər varsınız. Amma təəssüflər olsun ki, bizim musiqiləri artıq televiziyalarda, artıq bu mənşəyi bilinməyən o musiqiləri insanların zövqün korlayır. Təəssüf gəlir. Çox təəssüf bu günləri var. Açıq etiraf edək ki, bu gün var. Və konservatoriya niyə görə açılır? Ali təhsil almaq üçün. Elədir. Yalan mı deyirəm? Bu günləri Heydər Əliyev Fondu, siz bizə necə kömək eləyir? Heydər Əliyev Fondu yaranan gündən bizim muğamımızın dayağı olubdur. 2004-cü ildən başlayaraq. Bu fondun prezidenti, şəxsən bax Mehriban xanım Əliyev, mən fürsətdən istifadə edib Mehriban xanımı da bax ürəkdən təbrik edirəm. Onun qızlarını da təbrik edirəm ki, Allah xoşbəxt eləsin, Allah ömür versin ki, həqiqətən bugün bizim muğamımızın arxasında bir dayaqdır. Bu günə qədər 8 muğam televiziya müsabiqəsi keçirilibdir. Heydər Əliyev Fondunun təşkilatçılığı eləyir. Və bugün nə qədər gənc ifaçılar bizim sənətimizə gəlib. Yeri gəlmişkən artıq 9-cuya start verildi fond tərəfindən. Yeni muğam müsabiqəsi başlayır. Mən inanıram ki, yeni səslər kəşf eləyib, xalqımıza yeni xanəndələr təqdim edəcəyik. İnşallah. Yəni bu dövlətimiz bizim musiqimizin arxasındadır. Ona görə də bizim muğamımız, bizim milli musiqimiz o qədər zəngindir ki, bayağı musiqilərə, başqa xalqların musiqilərin yanı oxuyor. Amma onların mahnısı kimi, getməsə Özbəyin mahnısını Özbək mahnısı kimi oxur. Fars mahnısını Fars mahnısı kimi oxur. Amma təhrif eləyib, üzr istəyirəm, həftəbəcər sözlərindən və siz, yenə deyirəm, sosial şəbəkədə nə oxursunuz özünüz bilərsiniz. Amma efirə. Efir güzgüdür. Efirdə keyfiyyətli musiqilər səslənməlidir. Mən onu demək istəyirəm. Bunu televiziyada tələb eləməlidir gələn ifaçıları. Kimi çağırırsan, özəl də başa düşürəm, o ödəniş var, falan var. Amma orada bizim o qədər gözəl xalq mahnılarımız, bəstəkar mahnılarımız, təsniflərimiz var. Qoyun, mən inandırıram sizi ki, onların içində istedadlı ifaçılar var, istedadlı insanlar var. Sadəcə onları istiqamətləndirmək lazımdır, bilirsiniz. Onların, məsələn, bəziləri təhsil alsalar, yaxşı ifaçı ola bilərlər, bilirsiniz. Sadəcə səhv yerdədirlər. Mən onu demək istəyirəm. Tamamilə doğrudur, mən sizdən razıyam. Və Məsud müəllim, onu da deyim ki, mən 30 il artıq tamam oldu televiziya aparıcılığımın. 10 il Azərbaycan Dövlət Televiziyasında, 20 il də Space kanalında, artıq 31-ci ildə də gəlmişəm bura. Mən artıq həmişə öz sözümü demişəm. Doğrudur. Əvvəl dövlət kanalında və sonra da özəl kanallarda çalışdım. Mənim verilişimdə nə qədər ki canımda can var, indi nə qədər ki Allah mənə ömür verib və nə qədər ki bu aparıcılıq məndə var, mən verilişimə musiqi savadı olmayan,
bayağı kimləri ki mənim verişimdə görmürsünüz, bilin ki, olmayacaq. Və kimləri də xahiş edirəm cəm vurdurtturması. Niyə görə ki, mən və hətta rəhbərliyə də demişəm ki, nə olur olsun, sənətdən bir xəbər, peşəsindən bir xəbər, bağışla məni, o, necə deyim, savadsız o müğənnilər də demirəm, o müğənnicikləri mənim efirimdə görməyəcəklər. Və salam. Ancaq bax, belə dəyərli sənətkarlar olan yerdə mən kimi çağırıb özümü biabır edeyim? Əlbəttə, mən də öz növbəmdə dövlətimizə minnətdaram. Heydər Əliyev Fondun prezidenti Mehriban xanım Əliyevaya minnətdaram. Bayramlarınız mübarək olsun. Çünki Mehriban xanımın sayəsində bizim muğama ikinci bir nəfəs gəldi, ikinci bir dəstək gəldi. O ki, qaldı bu mahnıya. Bu mahnı doğrudan da qeyd eləyərdim ki, Hind musiqiçiləri bu mahnını elə ifa elədilər ki, sosial şəbəkədə də öz dillərində də. Yox, bizim dildə. Bizim dildə ifa elədi. Özü çox gözəl bir məkanda əyləşdik. Bizim ifamızı götürüb əzbərləyiblər. Biz onu reklamda göstərərik. Reklamda göstəririk bunu sizlərə. Oradan sizlər üçün də maraqlı olar. Gözəl bir məkanda əyləşiblər. Sadə bir geyimdə. Sonradan bu lenti biz görəndən sonra bəzi televiziyalarda da, yəni biz bunu istifadə elədik. Doğrudan da bu sevindirici haldır ki, əlbəttə, Azərbaycan musiqisini, əlbəttə bu bizim musiqimizin gücüdür ki, bunu başqa dövlətlər də sevə-sevə mahnıları ifa edirlər. Biz necə Hind musiqiləri sevmirdik qabaq, bizim də bu musiqiləri götürürlər. Kino musiqilərinə böyümüşük. Bəli, Hind filmləri də. Bayaq biz o Hindistanlılardan danışdıq ki, sizin mahnını Hindistanlılar götürüb oxuyublar. İndi biz xahiş edək rejissorumuzdan, onu efirə versinlər. Baxaq, bir görək necə oxuyublar, bəli, bizim mahnıları. Hindistanın məşhur Farahi musiqi qrupu Azərbaycan mahnısı ifa edib. Durma qapı dalında məşhur xalq mahnımızı ifa edən qrupun görüntüləri sosial şəbəkələrdə yayılıb. Xatırladaq ki, adı çəkilən mahnını ilk dəfə bu aranjmanda xalq artisti Mənsum İbrahimov ifa edib. Gördünüz, nə gözəl, bax, sizə xatırlatma elədik. Bizim arxivimizdə var, hər şey. Musiqinin sərhədi yoxdur. Siz bu saatlara yanım internet var. Türkiyədə 2 dənə də müğənni deməli, bir dənə də bu Sibel Pamuk adlı bir xanım, onun meneceri mənə telefon açdı, icazəsini istədi ki, Sibel xanım bunu öz albomuna qoymaq istəyirdi, yazmaq istəyirdi. Mən də təbii ki, icazə verdim ki, qoy oxusun. Onlar da oxudu, bizə də göndərdilər ondan sonra. Təşəkkür edirəm sizə. Yəni, bir çox adamlar və gənclər buna çox münacət edirlər. Siz lazımdır da, öz musiqimizdir da. Əlbəttə, qoy oxusunlar. Bu günləri müqəddəs Ramazan ayıdır və bu günləri dualarımızın qəbul olan günləridir. Bu günləri deyir, eşitdiyimə görə, bildiyimə görə, Allahın dərgahının açılan günləridir. Allaha qalxan əllər heç vaxt naimid qayıtmır. Allah oruç tutanlarımızın bütün oruclarını qəbul eləsin. Namaz qılanlarımızın namazını qəbul eləsin. Kimin nə ürəyində niyyət varsa, Allah biz də onun içində olmaq şərti ilə Allah dualarını çatdırsın, arzularına çatdırsın və Allah bütün Azərbaycan xanımlarımızın gözəl bəxtlərin versin. Dünyada Azərbaycan qadınları kimi vəfalı, cəfakeş, özlərin fəda eləyən, ailə canlı, evlad canlı qadın heç bir dünyada yoxdur. Vallah yoxdur, billah yoxdur. Elədir. Yalan mı deyirəm? Elədir. Və bizim o analarımızın övladları getdi bizim Qarabağımız aldı da. Məhz onların verdiyi o tərbiyyəyə görə, onların o, necə deyəm, vətəndaş yetişdirdilər, igid əskərlər yetişdirdilər həmən o analarımız ki, o igidlər getdilər Qarabağda şəhid oldular. Bəli. Cavan-cavan igidlər, fidanlarımız, igidlərimiz. Əlbəttə ki, Allah hamısının ruhunu şad eləsin. Amin. Analarımıza səbir versin, can sağlığı versin, Allah ömür versin. Həm də bu ay yardımlaşma ayıdır. Bəli, bəli. Bu İslamda yardımlaşma ayıdır. İnsanların bir-birinə təbii ki, yardım eləməsi lazımdır, bir-birinə dəstək olması lazımdır. Birlik, bərabərlik ayıdır. Bəli. Allah birliyimizi əlimizdən almasın. Allah bizim o həmrəyliyimizi əlimizdən almasın. O ürəyimizdə olan Allaha qarşı olan mərhəməti, sevgini əlimizdən almasın. Biz verilişimizi tamamlayırıq da, hə, sağollaşırım onda mən.
Hə, onda mən sağollaşıram. Ondan sonra yenə də siz öz sağollaşmanızı mahnı ilə inşallah. Əziz tamaşaçılarımız, bununla verilişimizi sona çatdırıram. Və buradan başda Mənsur müəllim olmaqla Elçi müəllim, Elnur müəllim, mən istədim ümumi dəyərli sənətkarlar deyim, bəli. Gözəl sənətkarlarımız, çox sağ olun ki, bugünkü gündə mənim xahişimi qəbul elədiniz və sözümü yerə salmadınız, hətta tədbirlərinizi belə təxirə saldınız. Mən unutmaram, onu yazdım qırmızı kitaba və nə xoş mənim halıma ki, bu günləri sizin kimi dəyərli sənətkarlarla bu bayramı bir yerdə qeyd elədik. Allahdan dilərəm ki, Allah sizi elimizdən, obamızdan, sənətimizdən, incə sənətimizdən, mədəniyyətimizdən əski eləməsin. Həmişə qonağım olasınız. Təşəkkür edirəm İlham bəy. Bu gözəl verilişə görə bizi dəvət eləmişsiniz və bu 8 mart günü, bu bayram günü, bu canlı efirdən həm sözlərimizi, təbriklərimizi çatdırdıq, həm mahnılarımızı ifa elədik. Mən sizin bax bu yaradıcı kollektivinizə təşəkkür edirəm. Və bütün xanımlarımızı bir daha ürəkdən təbrik edirəm. Bayramları mübarək olsun, canları sağlam olsun. Həmişə bir hüzurlu həyat arzu edirəm. Amin. İnsanın daxili rahatlısa, hüzur varsa o rahat. Bəli. O fərqi yoxdur. Bir otaqda da olsa, bir sarayda da olsa. Fərqi Hüzur varsa bəli, o rahat yaşayacaq. Bəli. Hamıya hüzur arzu edirəm. Və əmin-aman olsun ölkəmiz. Amin. Dünyamız sülh istəyirik, əmin-amanlıq istəyirik. Amin. Bir daha müharibələr olmasın. Amin. Analarımız ağlamasın. Amin. Bir daha hər kəs təbrik edirik. Amin. Biz də sizə təşəkkür edirik. Əziz tamaşaçılarımız, mən sizlə sağollaşıram. Sabah Allah qoysa 21:00-da etirafa baxın. Maraqlı qonağımız olacaq. İndi isə deyirəm, sağ olun, sağlıqla qalın. Allah'a əmanət olun. Əziz xanımlarımız, bir daha bayramınız mübarək olsun.